Üslü tənliklər mövzusuna maraqlı bir sualın həllinə baxaq. Bizdən bərabərsizliyi həll etməyimiz tələb olunur. Bunun üçün ilk növbədə 4 üstündə x ifadəsini 2 üstündə 2x şəklində yazaq. Daha sonra 2 üstündə x ifadəsini a ilə işarə eləyək və bərabərsizliyi yenidən yazaq. A kvadratı çıxılsın 17a, üstəgəl 16, kiçik bərabərdir 0. Vuruqlara ayıraq. A çıxılsın 16, A çıxılsın 1, kiçik bərabərdir 0. İntervallar üsulu ilə bunu yazsaq, kökləri olacaq 1, 16, 17 qoysaq müsbət, mənfi müsbət. Bizə 0-dan kiçik aralıq lazımdır, yəni 1, 16 aralığı. Tapdıq ki, A 1 və 16 aralığına daxildir. İndi A-nın daxil olduğu aralığı 2 üstündə x-ə bərabər edib x-in qiymətini tapaq. 2 üstündə x bərabərdir 1, x bərabər olur 0-a, 2 üstündə x bərabərdir 16, x bərabər olur 4-ə. Deməli, x 0 və 4 aralığına daxil olur. Doğru cavab D variantı.